Abala, başını sal aşağı işini gör, heç kəsə baş qoşma. Böyüklərin sözündən çıxma tipli sürü psixologiyasının dünya ədəbiyyatında ən yaxşı örnəyi Panurg sürüsü frazemidir. İfadə François Rabelais-nin Gargantua və Pantagruel əsərindən qaynaqlanır. Qoyun ticarətçisi Diderot ilə Panurg'un sözü çəpləşir və Pantagruel araya girərək onları barışdırır. Lakin Panurg dinc dayanmır və Diderotdan qisas almaq məqsədi ilə onun ən iri və yaxşı qoyununu seçib pulunu artıqlaması ilə ödəyir. Diderot əlinə yağlı müştəri düşdüyünə sevindiyi bir vaxt Panurg həmin qoyunu götürüb dənizə tullayır. Təbii ki, bu vaxt digər qoyunlar da öz təbiətlərindən irəli gələrək həmin qoyunun arxasıca özlərini bir-bir dənizə atır. Tacir qoyunlarını xilas etməyə çalışarkən öz də suya düşərək boğulub ölür. İfadə bizə liderlərə, eləcə də ideologiya və inanclara kör-körənə itaətin hansı fəsadlara aparıb çıxara biləcəyini göstərir. Burada qoyun həm də simvolik məna daşıyır. Sürüdən ayrılmamaq, azad düşüncə davranışın olmaması, yəni hamı kimi düşünüb davranmaq. Adı üstündə qoyun kimi başını sal aşağı, heç kəsə heç nə fikri bildirmə, itaət elə kimlərə, böyüklərə, vəzifə sahiblərinə, idarəçilərə. İtaətin əksi olan üsyan və etiraz isə ayıbdır, günahdır, cinayətdir. Və əlbəttə ki, belə qoyunların toplamına malik bir ölkənin varacağı son nöqtə haradır? Uçurum.